Peyğəmbər sallallahu bir kəlamı var. Buyurur, "Əl-mu'minu mir'atul mu'min." Hədis-i şərifdə qeyd olunur ki, iman əhli, Allaha inanan, iman əhlinin aynasıdır, güzgüsüdür. Baxsaq, xarakterlər güzgünü bir analiz eləsək, təhlil eləsək, niyə Peyğəmbər sallallahu güzgü deyib? Neçə səbəb var? Mən vaxtı nəzərə alaraq və mövzumuza uyğun olan nöqtələri vurğulamaq istəyirəm. Birincisi budur ki, aynada belə bir xüsusiyyət var ki, güzgü bizim yaxşımızı yaxşı, pisimizi də pis kimi göstərir. İman əhlinin aynasıdır, yəni hər şeyi olduğu kimi görməlidir. Sən birində bir xüsusiyyət, pis bir xüsusiyyət varsa, ancaq milçək təki gedib o yarıya, o kəsafətli yerə qonmamalısan. Necə arıda aramızda bal arısı ilə məşğul olan qardaşlar gözmədəydi. Məsələn, onlarda belə bir xüsusiyyət var bal arısında. Əgər bir zibillikdə bir gül olsa, arı gedib özünə lazım olan o çiçəkdən şirəni çəkəcək, o zibilliyə baxmayacaq. Əgər bir insanın iç dünyası yaxşıdırsa, insanın o yaxşı tərəfindən elə ona yaxşı kimi baxacaq. Amma qəlbi xarab olan, kin, küdurət, nifaqla, paxıllıqla dolub daşan insan sənin yaxşını görməyəcək. Ancaq o milçək təki harda pis var, gedib ora qonacaq. Deyir, güzgü kimi olun. Yəni, yaxşını yaxşı, pisi də pis kimi. Güzgüdə belə bir xüsusiyyət də var. Güzgü bizim eyblərimizi bizim üzümüzə deyir. Yəni, mən bir dəfə güzgünü alanda güzgünün özünə baxıram. Güzgü özü necədir? Bir dəfə də güzgüdə özümə baxıram ki, görüm necə göstərir məni. Hər ikisində mən güzgüyə baxıram. İndi o ki, güzgüyə mən baxıram, güzgü məndə nə var? Mənimlə baxa-baxa, belə deyək də, baxışa-baxışa məni deyir. İstəyir Peyğəmbər sallallahu deyək ki, iman əhlinə sözü olsa güzgü kimi gəlir üzünə desin.